Salam uşaqlar, səhv 109-u izah edirəm, diqqətlə qulaq asın. 4-cü tapşırıq. Deyir ki, kartofun 1 kiloqramı 0,7 manat, yəni 70 qəpik. Bu 60 qəpik, 80 qəpik, 40 qəpik 1 kilosundan söhbət gedir. Xiyarımız 1 manatdır, pomidor 2 manat 10 qəpikdir, badımcan 30 qəpikdir. Gəlin görək birincidən nə soruşur. Birincisini yazıram. 13 kiloqram kartof. Baxırıq, kartofun 1 kiloqram nədir? 0,7-dir. 13-ü vuracam 0,7-yə. 91, yəni 9 manat 10 qəpik. Demək, 13 kiloqram kartof nə qədər oldu? Kartof 9 manat 10 qəpik. Yəni, belə yazıram. 3 kiloqram kələm. 3 kələm yazım. Gəlin burada kənarda yazaq. 3 kiloqram kələm. Baxın kələmin qiyməti buradadır. 3'ü vururam 0,4'ə. 1,2. Yəni 1 manat 20 qəpik. Keçirəm 8 kiloqram xiyar. Xiyarımız nə qədərdir? Xiyara baxın. 1 manatdır. 8 kilo xiyar. 8 vur 1. 8 manat. Demək, bunlar nə qədər pul ödəməlidir? Yəni, toplayaq. 9, 10 üzərinə 1, 20 üzərinə 8 manat gəlir. 1-dən 2'ni topladım 3, yəni 30 qəpikdir. 9'un üzərinə 1, 10, 10'un üzərinə 8, 18. Demək, 18 manat 30 qəpik ödəndi. Keçirəm ikincisinə. 15 kiloqram kələmə verilən pula neçə kiloqram kök almaq olar? 15 kiloqram kələmə. Baxırıq. 15 kiloqram kələm. Kələm nə qədərdir? Baxın, kələm. 15 kiloqram kələm. 15'i vuracam 0,4. Nə edir? 6 manat. Bəli, 5'i vururam 4'ə 22 yadda, 1'i vururam 4'ə 4, 2 yadda da 6. Yəni, sonuncu vergüldə sayılır. 6 manat. Deyir ki, buna neçə kiloqram kök almaq olar? 6'nı böləcəm nəyə? 0,6'ya. Görək, neçə kiloqram almalıdır ki? 10 kiloqram. Demək, neçə kiloqram? 10 kiloqram. Üçüncüsünə baxıram. Rasim 3 kiloqram çuğundura 2,1 manat pul verdi. Rasim çuğundurun 1 kiloqram neçə qəpik aldı? Rasim 3 kiloqramı çuğundura 2,1. Yəni 2,1'i böləcəm nəyə? 3'ə. Nə edir? 70 qəpik. 0,7. İndi deyir ki, 1 kiloqramın neçə qəpik aldı çuğundurun? Neçə qəpiyə? 70 qəpik. İndi deyir ki, bir çuğundurun üzərindəki qiymətdən, baxın, çuğundurun üzərində nə qədərdir? 80 qəpik. Baxırıq, 0,8'dən çıxıram nəyə? 0,7. Nə etdi? 0,1. Demək, neçə qəpik ucuz oldu? 10 qəpik. Yəni, bunu yazacağım 10 qəp. 0,1 nədir? 10 qəp deməkdir. Dördüncüsünə baxıram. Ata 6,5 kiloqram xiyara, 4 kiloqram pomidor, 3,5 badımcan, 4 kiloqram kök. Gəlin əvvəlcə pullarını hesablayaq. 6,5 kiloqram xiyardır. Xiyarımızın 1 kiloqramı nə qədərdir? 1 manatdır. Xiyar yazıram. Xiyar. Tirə qoyuram. 6,5'i vuracam 1 manata.
Keçirəm. Aha, indi deyir ki 6 manat 50 qəpikdir. İndi 4 kiloqram pomidor. 4 kiloqram pomidor. 1 kiloqramı 2,1. Vururam 2,1'ə. 8,4. Pomidor 8,4. 3,5 badımcan yazın badımcan. 3,5'dir badımcan. Badımcanın 1 kiloqramı nə qədərdir? 0,3'dür. 15, 105. Vergiden sonra da bir dənə olur. Bir manat 5 qəpik. 5 qəpik. İndi 4 kiloqram kök. Kökü yazın kök. 4 kiloqram. 4'ü 1 kiloqramın kökünün neçəyədir? 0,6'da. Neydi? 2 manat 40 qəpik. İndi bunların hesablayırıq. 6, 5 üzerine 8, 4 üzerine 1, 0, 5 üzerine 2,4. Bu sonuncu bir dənə 5 qalır. Gəlir axırdan ikincisine 1, 4, 5 ilə 4, 9, 9, 0, yine 9, 9'un üstüne de 4, 13, 1 yadda. 7 olur. Çünkü 6 1 yaddaydı axı. 7 olur. 7 ise 8. 15 olur. 15'in üstüne de 1. 16. 16'nın üstüne de 2. 18. Ne alındı? 18 manat 35 qəpik. İndi deyir ki 50 manatlıq verdi. 50 manat. Onda 50 manat veribsə 50'dən də çıxıram 18, 35'i. Neydi? 10'dan 5, 5. Burada 2 tane 0'da. Burada 9 var. 9'dan 3, 6. Burada yine 9'dan 8, 1. 4'ten de 1, 3. Ne elədi? 31 manat 65 qəpik. Altıncısına baxıram. Altıncı. Mən 6 deyirəm. 5-ciyə baxıram. 5-ci idi. Satçı 1 kiloqramına 1,5 manat alıb 2 manat da satır. Onun aldığı 60 kiloqram pomidorun 11% tələf oldu. Satçı qalan pomidoru 2 manata sata bilərsə, nə qədər qazancı əldə edir? 1 kiloqramını 1,5 manata alır satçı pomidorun. 1,5 1 kiloqramını 1 manat 50 qəpiyə alır, 2 manata satır. Onun aldığı 60 kiloqram. 60 kiloqramın əvvəlcə baxaq. 60'ı vururam 1,5'ə. Ne eləyir? 90. Aha. Ne etdi? 60 kilogramı. 90 manat. İndi deyir ki pomidorun 11%. Bir de var 60'ı vururam 20'yə. 90 manat alır, 120 manat da gəlir qazanır. Demək əlavə gəlir nə oldu? 30 manat. Aha. Onun 11%, onun aldığı, ümumi aldığı 120 kilogramdan 11% xarab olur. 120'nin 11% xarab olur. 120'ni vururam 11'ə. 1320'dir. 1320'dir. 0,1 gedir. 13,2. Aha. 120 kilogram idi. 120 manat idi. Bunun 13,2'si xarab oldu. Ne kadar oldu?
8, 1, 9'dan 3, 6, aha 6, 11'den 1, 10. Ne elədi? 106. İndi deyir ki, burada. Buradan ne kadar xeyir qalar? İndi deyir ki, burada ne kadar xeyir qalar? Belə eləyirək. Buradan satsı qalan pomidoru 2 manata sata bilərsə, nə qədər qazanc əldə edər? Ümumi 90 idi axı uşaqlar. Ümumi nə qədər 90 idi? 90 idi. Ancaq bu 106 manat 80 qəpik xeyir qaldı. Nə qədər əlavə, nə qədər qazanc əldə etdi? 106.8-dən çıxacam 90. Ümumi nə qədər xeyir qaldı? 16-dan. Onda 8 manat. Yəni 16 manat 80 qəpik. Bunun nə qədər xeyir oldu? 16 manat 80 qəpik xeyir oldu. İndi keçirəm bura. 16 manat 80 qəpik. Keçirəm 6-cısına. Deyir ki, satıcı 3 ton kartofun 1 kiloqramını 55 qəpiyə alıb 3 ton kartofun. 3 ton neçə kiloqramdır? 3000. 1 kiloqramı 55 qəpikdən. Yəni 3000 kiloqram vururam nəyə? 55'e 2 0 yazıram 15 bir yerdə 16. Ne elədi? 16500. İndi nə edilir? Hər kiloqramda 8 qəpik nəqliyyat. Hər kiloqramda 8 qəpik ödəyir. Satçı 3 ton kartofun satışından nə qədər? Hər kiloqramda 8 qəpik. Nə edirəm? 16500'ü bölün 8'e. Bölün. Hər kiloqramda 8 qəpik nəqliyyat. Ümumi bu qədər qazancı oldu da uşaqlar. Vururam 55 qəpik. 1 kiloqramını 55 qəpiyə. Ay uşaqlar, bağışlayın. Ümumi pulu lazım deyil bizə. 1 kiloqramı nə qədər eləyir? Kartofun 1 kiloqramı 55 qəpik qazanarsa, yəni 16500 bölüm 8'e. Uşaqlar burada səhv yazmış. 3000'dir. 3000'dir. 15 a. 16 165.000 8 20 manat 625 20 mindir burada. 20 manat 625 qəpik. Ümumi satışından nə qədər qazanc əldə etdi? Baxın, yuvarlaq olanda nə qədər oldu? 20.625. Yuvarlaq nə qədər oldu? 21 manat qazanc əldə edir. Keçirəm 45'e. Deyir ki, 45'dən. 1 kiloqram kartofu 80 qəpiyə satarsa 80 manat qazanc əldə edər.
65 qəpiyə satarsa 40 manat ziyanı olar. 1 kiloqram 80 qəpiyə kartofu 80 qəpiyə satarsa 80 manat qazanc əldə edər. Aha. 65 satarsa 40 manat ziyan olur. Mağazada neçə kiloqram kartof var idi deyir. 80 qəpiyə satır 80 manat. 6400 oldu. 6400. Mağazada neçə kiloqram kartof var idi? 1 qəpiyə də satarsa X manatdır. 80 qəpiyə satır. Ümumi X vurulsun 80 üzərinə 80 manat da qazancı olur. Eləmi? İndi qazanc əldə edər. 65 qəpiyə satarsa, həmin 65 qəpiyə satarsa, burada nə qədər ziyan edər? 40 manat ziyan olur. İndi buradan nə edirik? Bunları bərabər edirik. X vurulsun 80 üzərinə 80 bərabərdir 65x çıxılsın 40. İndi uşaqlar nə edirəm? 80x-dan çıxıram 65-i. Nə edir? 15x bərabərdir 120. Burada nə etdim? 120. 120-dir. Bunu vurdum buna. Böldüm buna. 8 dəfə eləyir. Demək 8 kiloqram. Neçə kiloqram kartof var idi deyir. Onda nə olur? 8 kiloqram kartof var idi. 1 kiloqramı 80 qəpiyə satarsa. 80 qəpiyə uşaqlar. Buna 0,8 götürərsiniz. Buraya yazıram. 80 qəpiyə 80 manat deyil. Baxın. Deyir ki 1 kiloqram var. Bunu bilmirik. Neçə kiloqramdır? 0,8 qəpik deyir axı uşaqlar. Yəni 0,8x üzərinə 80 manat əldə edir. O birisi 0,65x 40 manat ziyan edir. Yəni çıxaq. Bunları bərabər eləyirəm ortadan. 0,8x üzərinə 80 bərabərdir 0,65x çıxılsın 40. Bu bura gəlir. Elədir? 0,15x bərabərdir. Bu bura gəlir. Nə edir? 120. X da bərabərdir. Bunun 2 sıfırı bunun yanına gəlir. 1000, 12.000 olur. Bölünsün 15-ə. Bunu böləndə buna nə elədi? 8. 8 yanına da bu 2 sıfırı gətirəm. Nə oldu? Neçə kiloqram oldu? 800 kiloqram oldu. Burada uşaqlar nə almışdıq? Desən 210 almışdıq. Cavabımız 210 idi. 6-cıda. Keçirəm 46-ya. Deyir ki 1 kiloqram almanın qiyməti budur. 1 kiloqram armudun qiyməti budur. Ləman 3 kiloqram alma. Yəni alma 1,5-i vuracağım alma 4,5. Armud 1,8 manatdır. Vuram 5 kilo. 49. 9 manat. Eləmi uşaqlar? İndi satıcıya 20 manatlıq verir. 20 manatlıq. Yəni 4, 5, üzərinə 9. Nə elədi? 13 manat 50 qəpik. 20 manat verir uşaqlar. 20 manatdan da 13 manat 50 qəpik çıxanda 5. Burada 9-dan 3, 6. Nə elədi? 6 manat 50 qəpik. Cavabımız 6 manat 50 qəpik.